وصحبه ecmaîn əmmə bə'du. Deməli, Əlfiyyə kitabından 27-ci bənddəyik. Deməli, mövzu İ'rabul əsma sittə. Biz həmişə əvvəllər əsma-ül xamsə götürürdük. Sadəcə biri hənun deyilən ism ki var idi, o zikr olunmurdu. Burada isə şeyx altısını da gətirib, əsma-ül sittə. Yəni onların i'rabı. Varfa' bi vavin vansibenne bi elf vecrur bi ya'in ma minel esma asif. Deyir, isimlərdən asif, yəni vəsf edəcəyim, yəni zikr edəcəyimlərimi, hansı ki zikr edəcəm, onları raf edəndə vav ilə və nasb edəndə əlif ilə, cər edəndə yə ilə nədir? Göstər, bildir. Yəni vavla raf et, əliflə nasb və yə ilə cər et. Və şər'a fi bəyani mə yu'rabu bi niyabəti kəmə səbəqə zikruhu. Ki, yəni şeyx nəyə başladı? Necə ki, əvvəl demişdi ki, niyabələri, yəni i'rabda o hərəkələri əvəz edənləri deyəcəm. Yəni ona başladı. Vəl murad bil əsmai əlləti səyəsifuhə əl-əsmau sittə. Yəni burada zikr edəcəyi isimlər əsma-i sittədir. Yəni onu qəsd edir. Və huvə əbun, əxun, həmun və hənun və fuhu yəni fəmun və zu məlin, yəni zu. Sadəcə məlin, yəni bununla istifadə edirlər bildirmək üçün. Əbun, əxun aydındır. Həmun qadının ər tərəfdən olan qohumudur. Yəni qaynatası, qayını və s. Hənun isə fərcdir, fərc, övrət yeri. Və həzihi turfa'u bil vav nəhvə cəə əbu zeydin və tunsabu bil əlif nəhvə rəaytu əbəhu və tücarru bil yə nəhvə mərartu bi əbihi kimi. Vəl məşhur ənəhə mu'rabatun bil huruf vəl vav naibətun anid damm. Yəni hərflə i'rab olunan məşhurları həqiqətən odur. Yəni ənəhə, yəni əsma-ül sittə. Yəni vav damma əvəz edəcək, əlif naibət anil fəth, fəthəni, vəl yə naibət anil kəsr. Və hədə huvə əlləzi əşar eləyhi musannif bi qovlihi və irfa bi vav və s. Yəni bu sözü ilə hansı ki buna işarə eləmişdi, bu dediyimiz izahlara. İlə əxir beyt. Və sahih ənəhə mu'rabatun bi hərəkət müqaddərə aləl vav vəl əlif vəl yə. Və səhih odur ki, bu İbn Əqilin görüşüdür, ikinci rəyə görə ki, onun i'rabı, yəni vav, əlif və yə üzərində hərəkələr təqdir olunub. Təqdir olunub. Yəni bunun i'rabında ixtilaf var da. Yəni vav dammə əvəz edib, yoxsa vav üstündə, yəni dammə təqdirdədir. Aydındır. Yəni İbn Əqil də bu ikinci rəydədir. Səhv eləmirəmsə, İbn Şam rəhməhullah da bu İbn Əqilin rəyindədir. Bu Əlfiyyənin Əvdahül Məsəlik kitabında o cür deyir. Yəni Əlfiyyənin şərhində. Sonra və rəfu bid-damməti müqaddərə aləl vav və nasb bi fəthə müqaddərə aləl əlif. Yəni bu İbn Əqilin görüşüdür. Vəl cər bi kəsrəti müqaddərə aləl yə. Və alə həzə məzhəb əs-sahih ləm yanub şeyun an şeyin mimmə səbəqə zikruhu. Və bu da deyir ki, bu ikinci görüş, yəni İbn Əqil öz görüşünü deyir ki, səhih məzhəbdir və heç bir şey, deyilən o şeylər nədir? Niyabə deyil. Sonra 28-ci beytdə min zəkə zu in sohbətən əbənə. Əbənə yəni əzhara. Min zəkə burada xəbərdir, zu mübtədadır. Deyir ki, zu
əgər sohbə sahibli mənasını üzə çıxardarsa, min zəkə nədir? Deyir bunlardan. Nələrdən? Çünki demişdi axı, əsif. Yəni zikr edəcəm, vəsf edəcəm. Yəni vəsf edəcəklərimdən başlayır zuna. Zu deyir sahibli mənasında olsun. Aydındır? Yəni əlləzi mənasında olmasın. Əlləzi mənasında olmasın. Ki misal üçün huva zu zəhəbə. Yəni huva əlləzi zəhəbə. Yəni o zudan olmasın. O zu məbnidir. Yəni sahibli mənasında olan zu olsun. Sonra deyir ki, vel femu haythu el mimu minhu bana. Bana yəni infasala. Bir də fəmdir olsun. Amma necə? Onun mimi ondan infisal olsun. Yəni mim hərfi düşsün. Düşsün. Ey minel əsma əlləti turfa'u bil vav və tunsabu bil elf və tucaru bil ya zu və fəmun velakin yuştaratu fi zu ən təkuna bi məna sahib. Ki bu dediklərimiz ki, bu vavla, əliflə, cərlə, yə ilə hansı niyəbə olacaq halların əlaməti zu və fəm şərtdir ki, burada zu sahibli mənasında olsun. Nəhvə cəəni zu məlin, yəni kim gəldi yanıma? İmkanlı, pullu. Pul sahibi, yəni pullu. Ey sahibi məl, yəni. Və huvə el-murad bi qovlihi in sohbətən əbənə. Yəni bu sohbətən əbənə buradakı əbənədir ki, nundan sonraki əlif var, o şeirə görə qoyulur. Əslində əbənədir bu şey feilin özü. Beytə görə buna əlif mutlaq deyirlər. Deməli, bu şeirin mənası bu dediyimizdir. Bax, yuxarıda sahibi mən. Ey in əfhəmə sohbətən, yəni bu cür başa düşülsə. Və ihdaraza bizəlikə ənzu taiyyə. Bunu deməklə ihdaraza ortadan qaldırılır, nə? Yəni xaric olunur. Taiyyə zusu. Tay qəbilənin dediyi zu. Fəinnəhə lə tufhimu sohbə. Oradan yəni sahibli mənası başa düşülmür. Bəl hiyə bimə'nə əlləzi. Fələ təkunu mislu zi bimə'nə sahib. Və fələ təkunu yəni bu əlləzi olmur. Necə olmur? Sahib mənasında olan zi kimi mislində deyil. Bəl təkunu məbniyyətən. O daim məbnidir. Sonra və əxər el-vav rafan və nasbun və cər. Digər obrisi isə, yəni dediyimiz sahibin mənasında olan, yəni rafı vavla nasb əxər el-vavu rafan və nasban əxiruhə. Yox, şeyə qayıdır. Əxiruhə. Sonundakı deyir vav nədir? Rafda da, nasbda da, cərdə də məbni olacaq. Nəhvə cəəni zu qamə rəaytu zu qamə ərartu bi zu qamə. Yəni əlləzi qamə, əlləzi qamə, billəzi qamə. Və minhu qovluhu ət-tavil fə immə kiramun musirunə laqituhum fə həsbiyə min zu indahu mə kəfəni. Kəfəniyə, yəni şeirə görə kəfəniyə deyirsən. Deyir, burada şair özündən danışır. Əvvəlki beytlərdə elə bil ki, bu getdiyi qonaqlıqlardan danışır. Yəni elə evə getdim ki, varlı dama paxıldı. Elə evə getdim ki, kasıbdır. Heç nə istəməsini də ortaya qoyar. Yəni cürbəcür evlərdən danışır. Sonra deyir ki, immə deyir, sonra hansı bir evə gedib, əgər deyir imkanlı, səxavətli kəslərlə rastlaşdımsa və yaxud da ki, rastlaşdımsa, yəni üz-üzə gəldimsə, fəhəsbiyə min zu indahu mə kəfəni. Yəni onların mənə verdiyi bu ikram ki, hansı ki ehsan, mənə kifayət etdi.
Yəni başqa şey mən daha istəmədim. Yəni o getdiyi qonaqlıqdan danışır. Burada da bizə lazım olan hansıdır? Hə? Zu. Zu nəyə? Burada əlləzi mənasındadır. Yəni minəlləzi indəhum. Lazım olan yəni sohbə mənasında deyil də. Məbnidir. Yəni minə görə zi olmadı. Min zi olmadı. Deməli o nədir? Əlləzidir. Və kəzəlikə yüştərətu fi iqrabil fəm bi həzihil əhruf zəvalu min minhu. Həmçinin bu fəmin də irabında şərtlər var ki, bu hərflərlə irab olması üçün onun da şərtləri var. Nədir o şərtlər? Zəvalu mim olsun. Mim ondan yəni çıxardılsın. Nəhvə həzə fuhu. Yəni fəmuhudur da bu. Burada fuhu mərfudur. Aləmət rəfi vav. Niyə? Xəbərdir də. Həzə mübtədə fuhu xəbər. Bu onun ağzıdır. Və rəeytu fəhu və nazartu ilə fihi. Fihi yəni fəmihi. Və ileyhi əşarə bi qovlihi və bu dediyimizə şeyx bu beyti ilə işarə edir. Vəl fəmu heythu əl-mimu minhu bənə. Bənə yəni infəsələ. Ey infəsələt minhu əl-mim. Ey zələt minhu. Fə in ləm təzul minhu uğribə bil hərəkət. Əgər bunu biz o mimi oradan götürməsək, onda adi bir hərəkə ilə irab olunacaq. Həzə fəmun və rəaytu fəmən və nazartu ilə fəmmin kimi. Növbəti beytdə 29. Əbun əxun həmun, yəni zuna fəmun dedi və ardıcıl gedir də beyt. Əbun əxun həmun kəzəkə və hənu və nəqsu fi həzəl əxiri əhsənu və fi əbin və tə'liyeyhi yanzuru və qasruha min nəqsihinnə əşharu. Burada əbun əxun həmun hamısı bir yerdə mübtədadır. Kəzəkə yəni xəbərdir. Deyir ki, deyir əbun əxun həmun da zu kimidir. Kəzəkə yəni zu kimidir. Və hənun isə naqs olur. Naqs nə deməkdir? Yəni hənukə hənukə hənəkə hənikə deməyəcəksən. Hənukə hənəkə hənikə deməyəcəksən. Hənukə hənikə hənəkə. Yəni naqs eləyirsən. Fəhəzəl əxir əhsənə və bu cür naqs eləməyin əhsənu daha yaxşıdır. Yəni bunu naqs demək daha yaxşıdır. Amma və fi əbin və tə'liyeyhi, amma əbun sözü və ondan sonraki iki dənə gələn ki var, nədir o? Əxun, yəni həmun, yandır. Nadir hallarda qasr olunur. Naqs yox ha, qasr olunur. Ümumiyyətlə normal kimi biz bildiyimiz əbukə, əbəkə, əbikə ona itməm deyirlər. Var itməm, var naqs, var qasr. Qasr. Qasr nədir? Yəni ümumiyyətlə əbəkə, əbəkə, əbəkə olacaq. Amma o da naqs ola bilir ha. Əbukə, əbikə, əbəkə də ola bilər. Sadəcə deyir, bu əbun, əxun, həmun qasr olur itməmdən sonra. Yəni bəzi tayfalar onu qasr edir. Amma naqsdan daha nədir? Üstün. Yəni qasr isə naqsa nisbətən daha məşhurdur. Bu nəyə görə? Əbun, əxun, həmuna görə. Deməli var itməm, əbukə, əbəkə, əbikə. Var naqs, əbukə, əbəkə, əbikə. Var qasr. Əbəkə, əbəkə, əbəkə. Aydındır. Hədisdə necə gəldi? Məzə fəalə əbə cəhil. Əbu cəhil demir, əbə cəhil deyir. Və hənuna misal olaraq Muhyiddin Rahmanullah aşağıda bu qeydə baxaq. Bir hədis gətirir. Məndə indi 3 yazılıb. Mən təazzə bi azəil cahiliyyə,
kim deyir bir-birini cahiliyyə çağırışı kimi çağırsa, desə ki, ey filan kəssi, ey lağ eləmək üçün də, ey türk, ey ərəb, belə lağ eləyərsə, indi biz Azərbaycanı götürsək, ey nə bilim Naxçıvanlı, ey Şamaxlı belə istehza eləyərsə və əidduhu bi hani əbihi, yəni və la təknu və ona deyir, deyin ki, get atanın nədir, övrətindən dişlə. Yəni bu ərəblərdə belə şeydir ki, yəni sən kimsən ki, bu millətçilik eləyirsən. Yəni bir-birinizi övürsünüz. Hamımız Adəm övladısınız. Və yəni kinayə ilə deyil, yəni təkun yəni kinayədir. Kinayə ilə deyil, yəni belə bu cür ona rəddiyə ver, ağlı başına gəlsin. Burada da bizə qrammatik cəhddən bir hənin. Yəni demədi, bir hani əbihi. Hani, yəni burada hän mudafdır axı. Yəni kəsrə ilə gəldi. Bu hərflə, yə hərfi ilə gəlmədi. Yaxşı, şərhə baxaq. İndi bu beytdə, yəni ənə əbən və əxər və həmən təcri məcrə zu. Yəni zu necədirsə, onun kimi, yəni cərəyan edir, yəni onun kimi irab olunur. Vəziyyəti o cürdür. Və fəm əlləzeyni səbəqa zikruhum. Zu və zu yox, yəni zu və fəm əlləzeyni, hansı ki zu ilə fəmi zikr eləmişdir. Bu üç dənə də bu iki dənə kimi, qabaqcıda zikr etdiyimiz kimi vəziyyəti o cür olacaq. Arafda nasba üzəridir. Fəturfa'u bil vav və tunsabu bil əlif və tucarru bil yəyi kimi olacaq. Nəhvə həzə əbuhu və əxuhu və həmuhə. Görürsünüz, həmuhədə hənə qadın cinsinin damiri ilə qaytardı. Çünki bu həmu qadının ər tərəfindən olan qohumlardır. Burada həzə mübtədadır. Digərləri xəbərdir, rafdadır. Ona görə bunu misal olaraq gətirib. Rafın əlamətidir. Vav. Və rəaytu əbəhu və əxahu və həməhə və mərartu bi əbihi və əxihi və həmihə. Və həzə hiyə lüğətul məşhurə fi həzihi sələsə. Yəni, bu üç dənə məşhur lüğət var. Yəni, ləhcə var da, deyək ki, bu cür deyirlər ki, itməm, naqs, bir də qasır. Və səyəzkuru əl-musannif fi həzihi sələsə lüğətin əxəriyyin. Sonra deyir, musannif zikr edəcək digər o iki lüğəti hansıdır? Qasır və naqsı. Amma bu saat nədir? Bu üç dənədən birini dedi, o da itməmi. Və əmmə hənun fəl-fasih fihi ən yuğrabı bil hərəkətə zahirə ələn-nun. Hənunda isə səhih odur ki, irab olunuz necə? Nunun hərəkəsinə görə. Hənun, hənən, hənin. Və lə yəkunu fi əxirihi hərfi illə. Nəhvə həzə hənu zeydin, rəaytu hənə zeydin və mərartu bi həni zeydin. Yəni, burada övrət deyəndə Zeydi də uşaq kimi başa düşündür. Çünki bu Zeyd ilk dəfə nəhv alimi bu Zeydi misal çəkəndə onun kiçik bir uşağı olur. Həmişə o Zeydi üstündə misal çəkib, darabdu Zeydən, rəaytu Zeydən, yəni bu cür. Arada, yəni burada övrət sözü, yəni bir balaca uşaqdır. Yəni bu cəhətdən belə təsəvvür edin. Və ileyhi əşarə bi qavlihi, yəni bu dediyimizə hansı beytlə işarə elədi? Və nəqsu fi hədəl əxir əhsənu. Ey nəqsu fi hənin əhsənu miləl itməm. Vəl itməm caiz. Amma itməm eləsən də problem yoxdur. Lakinnəhu qalil ciddən. Amma hənun sözünü itməm eləməyi nadir hallardadır. Nəhvə hədə hənuhu rəaytu hənəhu və nazartu ilə hənihi. Və ənkərə fərra cavazı itməmihi. Əl-fərra bu alimdir, nəhv alimdir. Bu deyir ki, itməmi ümumiyyətlə inkar edir. Və huvə məhcucun bi hikayəti Sibavey əl-itməmi anil ərəb. Və bu da məhcucun aleyhi fərraya rəddiyədir. Nə ilə? Sibaveyhin hekayəsi ilə nəql etdiyi ki, ərəblərdə itmam var. Ərəblərdə itmam var
Sibaveyhin nəql etdiyi söz nədir? Fərraya rəddiyədir. Fərra ümumiyyətlə deyib ki, belə şey yoxdur da. Sonra qayda gətirir. Və mən həfzə hüccətun alə mən ləm yəhfuz. Hüccəti əzbərləyən kəs, yəni eşidib hifz edən kəs, eşitməyənə nisbətdə daha etibarlı sayılır. Aydındır. Misal üçün biridir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmi gördüm ki, duha namazı qılır. Hə? O birisidir ki, mən heç vaxt görməmişəm. Hansının sözünü götürərsən? O gördüm deyənin sözünü götürərsən də. Ona görədir ki, o eşidən, eşitməyəndən nədir? Daha üstün sayılır. Və Sibaveyh də özü bunu hekayə edib. Və əşərəl müsannif bi qavlihi və fi əbin və təliyeyhi yanduru. Yəni bu sözü ilə nəyə işarə eləyir? İlə əxir beyt. İlə lüğəteyn əl-bəqiyyəteyni fi əbin və təliyeyhi. Yəni digər yerdə qalan ki, bu iki lüğət, hansı ki, əbun və təliyeyhi, ondan sonra gələn var idi. İki dənə nədir? Humə, onlar əxu və həmundur. Fə ihdə lüğəteyni ən-naqs. Yəni, lüğətlərdən biri də nədir? Naqsdır. Və həsfül vav və əlf və liyə, yəni vav, əlif, yə düşür. Və i'rab bi hərəkətə zahirə aləl bə vəl xa vəl mim. Yəni, hədə, yəni əbukə, əbəkə, əbikə deyiləcək. Nəhvə, hədə əbuhu və əxuhu və həmuhə. Rəəytu əbəhu və əxəhu və həməhə. Və mərartu bi əbihi və əxihi və həmihə. Və aleyhi qovluhu rəcz, bunda ya da riz olmalıdır o. Və buna uyğun dəlil olaraq bu şeiri gətirir. Bi əbihi iqtədə adiyyun fil kəram və mən yüşəbih əbəhu fəmə zaləm. Deyir ki, bizə lazım olan isə bir əbihidir. Bunu indidən qeyd edir, sonra yaddan çıxır. Yəni bir əbihi demədi. Adi İbn Hətimidir, sahabədir, radiyallahu anh. Atası cahilliyə vaxtiyyəsini ölüb, amma səxavətli kişidir. Deyir, Adi səxavətli məsələlərində atasını nümunə götürdü. Atasına tabi oldu. Və mən yüşəbihu əbəhu, kim ki onu atasına oxşadır, fəmə zaləm, zülm etmiş olmur. Yəni, anasına zülm etmiş olmur. Atasına oxşadı baxı. Birdən onu, misal üçün, ərəblərdə belə şey var da, bunu mən indi deyəcəyim sözləri Muhyiddin Rahmanullah Əlfiyyən şərhi olan İbn Qeymin kitabındakı onu təliqat eləyəndə orada deyir. Deyir ki, yəni ərəblərdə belə bir şey var. Əgər uşağı atasına oxşatsan, onda anasına zülm etmiş olmamırsan da. Çünki anası da yaxşılıq eləyir axı. Gör necə hörmət olub da, yəni ana valideynlərə. Amma qonşuya oxşatsan, artıq deyir anasına zülm etmiş olursan. Ondan sonra deyir elə anasına oxşat da. Anası onun tərbiyəsinə baxıb əziyyət çəkib. Hər bir halda nədir? Bizə qrammatik cəhətdən əbihi olan səvvəcül istidlər burasıdır, istişhad tərəfi. Və həzihi lüğətun nadirətun fi əbin və tə'liyeyhi. Əbin və ondan sonra o iki dənə ki gələn var, nadir şeylərdə lüğətdir, istifadə olunur. Və lihəzə qalə və fi əbin və tə'liyeyhi yanduru. Yəni ona görə bu sözü deyir. Ey yanduru naqs. Yəni naqs nadir hallarda. Və lüğətul uxra fi əbin və tə'liyeyhi ən yakunu bi əlif. Rafxan və nasban və cərran. Yəni, hər üçündə də nədir? Əlif olacaq. Nəhvə. Hədə əbəhu və əxahu və həməhə. Rəytu əbəhu və əxahu və həməhə. Mərartu bi əbəhu və əxahu və həməhə. Belə. Aleyhi qovlu şərric. Buna da bir dəlil gətirir. İnnə əbəhə və əbə əbəhə. Görək. Qad bələğa fil məcdi qayətəhə. Deyir ki, həqiqətən innə əbəhə, bunu bildi, və əbə əbihə olmalıydı da bu. Əbihə olmalıydı, bu olmur. Deyir, onun atası da və atasının atası da, babası da artıq nədir? Şərəf və ucalığın ən yüksək zirvəsinə çatmışdır. Əlamətur rəf və nasb vəl cər hərəkətu müqaddərə aləl əlf. Bunu yaxşı necə irab eləyəcək?
Hamısını deyəsən ki, hə, dammə təqdirdədir, fəthə təqdirdədir, kəsrə təqdirdədir bu cür. Kəmə təqarrara fil məqsur, necə ki, məqsurdakı kimi. Və hadihi lüğə əşharu minən nəqs. Amma bu naqsdan daha məşhurdur. Yəni tərtibatı bu cürdə yəni. Sonra və hasil mə zəkərəhu ənə fi əbil və əhv və həmin sələsə lüğətən. Deməli, bu dediyimiz məsələlərdən ortaya nə çıxdı? 3 lüğət çıxdı. Deməli, əşharuha nədir? Ən təkunə bil vav vəl əlf vəl ya. Və səni ən təkunə bil əlf mutlaqan. Yəni əbəkə, əbəkə, əbəkə. Və thəlis ən tuxsa minhə əl-əhrufu sələsə və hədə nadir. Yəni üçünü də götürürsən, bu da nadir haldır. Və ənə fi hənin lüğəteyn, hənin özündə isə 2 lüğət var. İhdahumə naqs və huva əşhar və səniyə itmə və huva qaleyil. Sonra gətirir şərtlərini. Deməli 31-ci beytə baxırıq. Və şərtu zi i'rabi ən yudafnə la liyə kəcəəxu əbikə zətələ. Deyir ki, zədə həzəl i'rab, yəni burada şey mənasındadır. Bizim bildiyimiz zuzəzi deyil, bu həzədir. Yəni və şərtu həzəl i'rabi, bu i'rabın şərti odur ki, ən yudafnə, izafə olsun. Amma la liyə, yə mütəkəllimə izafə olmasın. Necə ki, cə, yəni cəədir bu. Cəəxu əbikə zətələ. Burada baxın, həm rafa əxukə, əbikə, həm rafa, həm cərə, həm də nasba misal gətirdi. Deyir, sənin atanın qardaşı ucalıqla gəldi. Burada zə haldır. Sahibi hal əxudur. Ona görə bu nasbdadır. Ucalıqla gəldi. Zəkərə nəhviyyunə lil-i'rab həzihil əsmə bil-huruf şurutan ərbəə. Amma nəhdçilər deyir ki, bu hərflə i'rab olmasının 4 dənə bu isimlərin ki, hansı saydıq, hərflə i'rab olması üçün 4 dənə şərti var. Əhəduhə. Birinci şərt odur ki, ən təkunə mudafə, mudaf olsun. Və uhdurizə bizəlikə min ən lə tudaf. Deməli, burada nə xaric olundu, çıxardıldı? İzafə olunmayanlar. Fə innəhə hinəzün tuğrav bi hərəkəti zahirə. Əgər izafə olunmasa, onda bunlar elə necə deyirlər, sadə dildə desək, dədə-baba qaydası ilə hərəkələrlə i'rab olunacaq. Misal üçün, əbun, əbən, əbin kimi. Hədə əbun, rəaytu əbən və mərartu bi əbin kimi olacaq. Thəni, ikinci şərt odur ki, ən tudafə ilə qeyri yə mütəkəllim. Yəni, yə mütəkəllimə izafə olmasın. Yoxsa təqdirdə olacaq bütün şeylər, hərəkələr. Hədə əbu Zeydin və əbu Zeydin və əxuhu və həmuhu kimi olsun. Həmu hədisində daha yaxşılardır. Deməli, bu şərdir. Udifət iləl-yə, əgər yəyə izafə olunsa, mütəkəllim yəsinə, uğribət bi hərəkəti müqaddara, onda təqdirdə olan hərəkələ irab olacaq. Nəhvə hədə əbi, rəyətu əbi və mənərtu bi əbi və ləm tuğrab bi hədəl huruf və səəti zikru mə tuğrab bihi hinəysin. Və bunu əbini necə edəcək? Deyəsən ki, mərfuun əlamətə damar müqaddara, rəyətu əbi, əbi məfulun bihi məsubun əlamətə nasbı fəthəti müqaddara və s. Və yəni bu cür onda deyir hərflə i'rab olunmayacaq və bunun məsələsini deyir zikr edəcəyik, hansı ki, ya mütəkəllimə i'rab izafə olunan söhbətlərdə. Əsma-i xamsədən getməyəcək, ya bu şeyx deyir, gələcəkdə danışacaq. Orada bir başqa məsələdir, sadəcə orada ya mütəkəllimə izafə olunma söhbəti var. Yəni orada deyir danışacaq. Əs-səlis ən təkunə mukabbərə. Üçüncü odur ki, ismi təsxir olmasın, mukabbər olsun. Yəni böyüklük ismli olsun, yəni kiçilik, yəni ubey olmasın. Və uhturizə bizəlikə min ən təkunə musağara. Təsxir yəni ortadan qaldırılır. Fə innəhə hinə izin, əgər musağar olsa, tuğrabu bu hərəkəti zahirə. Zahir hərəkətin irab olunacaq. Misal üçün, hədə ubeyyu zeydin və zuveyyu məlin və rəəytu ubeyyə zeydin və zuveyyə məlin. Və mərartu bi ubeyyə zeydin və zuveyyə məlin. Zeydin atacığının, yəni atacan, nəsə bu, bizdə bilmirəm, tərcüməsini otuzdura bilmirəm. Yəni kiçildilmiş formada. Zuveyyə, yəni mal sahibciyi.
mənasındadır. Yəni hər bir halda hərəkə ilə irab olunur. Rabi 4-cü odkən təkunu mufradatan. Yəni o şeylər təkdə olsun, cəmdə olmasın. Və uxtirizə bizəl kimi yəni təkunu məcmuə əv müsənnət. Yəni bunu deməklə cəm və nədir? İkiliklər ortadan qaldırılır. Fə in kənə məcmuətən urbit bil hərəkəti zahirə. Əgər məcmu olarsa onda zahirə kimi irab olunacaq. Nəhvu həuləy əbə'uz zeydinə və rəaytu əbə'əhum və mərartu bi əbə'ihim kimi. Və in kənət müsənnət urbit irabə müsənnə. Müsənnə kimi irab olunacaq. Bi əlfi rafhan və bil yəyi cərran və nasban. Necə belə misal gətirir. Nəhvə Həzəni əbəvə Zeydin. Burada nun düşüb də mudafa görə. Əbəvanidir əslində. Rəaytu əbəvəyhi mərartu bi əbəvəyhi. Nun düşüb. Yəni ikiliyin nunu düşüb. Qələməni, qələmə Zeydin. Nun düşür orada. Ləm yəzkur musannif rahmehullah min hədihil ərbaə sivə şərtin əl-əvvələyn. Amma musannif yalnız iki şərti zikr eləmişdi. Yəni beytində. Thumma əşarə ileyhimə bi qavlihi. ثم أشار إليهما بقوله وشرط ذا الإعراب أن يضافن لا liyə yəni zəni həzədir burada. Yəni bu beytlə işarə elədi ki, ey şərtul i'rab hədihil əsmə bi huruf ən tudafə ilə qeyriyə mütəkəllim ki, şərtdir ki, bu i'rabda həmin bu 6 isim ki var, ya mütəkəllimədən başqasına izafə olunsun. Fəulimə və bilinir ki, min həzə ənəhu ləbuddə min izafətə. Yəni bundan da biz bildik ki, labuddur ki, orada izafə baş versin. Və ənəhu ləbuddə ən təkunə izafətə ilə qeyriyə mütəkəllim. Və izafə də baş verdikdə gərək ya mütəkəllimdən qeyrisinə izafə olunsun. Və yumkinu ən yufhəmə əşşərtanə əxirani min kələmihi əxarani. Əxir yox, əxaran. Yəni digər. Fəthə qoy. Min kələmihi və zəlikə ənlə damir. Bəs bunun digər iki şərti necə başa düşək? Bəs 4 şərtdən ikisini deyib, ikisi də deyir, onun son kəlməsi ilə başa düşülür. Və zəlikə ənlə damir fi qovli yudafnə. Burada deyir, yudafnə sözündəki ki, damir var. Racun ilə əsmə əlləti səbəqə zəkərəhə. O deyir, qayıdır isimlərə hansı ki, əvvəlcədən zikirlənmişdir. Və huvə ləm yəzkurhə illə mufradə mukəbbərə. Yaxşı, o necə başa düşdük ki, bu iki şərti də, yəni mukəbbər şərtində, mufrad şərtində zikr eləyib şeirində. Fikir versiniz, subhanallah, yəni İbn Aqil başa düşür ki, İbn Məlik nə demək istəyir? O mufrad və mukəbbər şərtini harda qoyub? Deyir ki, damir deyir, qayıtdı deyir əvvəlki isimlərə və huvə ləm yəzkur illə mufrada və o damiri ancaq mufrad və mukəbbər kimi istifadə elədi. Kəənnəhu qalə, sanki o belə demək istədi ki, və şərtu zəl i'rabə ən yudafə əbun və əxavatuhu əl-məzkurət ilə qeyriyə mütəkəllim. Aydındır. Yəni əbun sözünü təkdə gətirdi, həmçinin də mukəbbər, təsxirdə gətirdi, bu bey demədi. Yəni bu cür gətirmədi. Hər bir halda yəni beytdən şeyx deyir ki, bu cür başa düşülür ki, 4-ün də zikr eləyib. Yəni 4 şərtin 4-ünü də zikr eləyib. Sonra və aləm ənə zu lə təstə'mulu illə mudafə. Amma bilin ki, zu yalnız izafə ilə istifadə olunur. Yəni durduğu yerdə zunu sən istifadə edə bilmərsən. Aydındır. Yəni əbun kimi istifadə edə bilmərsən. Və lə tudafə ilə mudmər. Həmçinin də o birisilərdən fərqli olaraq bu damirlərə izafə olmur. Aydındır. Yəni zu kəzəkə olmur da. Bəl ilə ismu cins zahir. Qeyri süfə. Əksinə deyir. İsimləri olur. İsimlərdən də hansı isimlərə? İsmu cinslərə. Zahir olan ismu cinsləri olur. Yəni ismi cins cəmitləri olur da. Nəyə olmur? Deməli bu muştaqlara olmur. Aydındır. Muştaqlara olmur. Misal gətirir. Cəəni zu məlin. Məl, yəni ismi cinsdir, cəmitdir. Yəni şəcər kimi. Lihyə kimi.
Fələ yəcuzu cəəni zu qaimun. Zu qaimin. Zu qaimin olmaz. Qaim nədir? Fəilundur da, muştaqdır. Aydındır. Və aşağıda Muhyiddin Rahmanullah lap tələxxusda gətirir ki, zu yəni 4 şeyə neynəmir? İzafə olunmur. Ələm, damir, muştaq, bir də cümlə. Və ennəhə tudafu iləl ismül cins el-camid. Səvan əkənə masdaran əm ləm yakun. Bu cür deyir. Yəni Muhyiddin Rahmanullah. Yaxşı. Şurut i'rab əsmə sittə hərflən olan bir şeydir. Bir də sizə indi itməmin şəklini göstərim. İtməm nəqsın. Baxın qardaşlar. Deməli, lüğətül itməm. Burada indi şəkildə belə yaxşı çəkməmişəm. Lüğətül itməm hansıdır? Əbukə, əbəkə, əbikə. Yəni rafda, nasbda, cərdə. Belədir. Sonra lüğətül qasr. Qasırda əbəkə, əbəkə, əbəkə. Yəni rafda da, nasbda da, cərdə də. Lüğətül naqs. Naqsda isə əbukə, əbəkə, əbikə. Və bu itməm, qasr, naqs kimi olan lüğətlərin nədir? Sxemidir. Subhanək Allahum və həmdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.